Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən elektrik su nasosları təmiri ustasıyam. Müştərinin zəngi ilə gəldim nasos təmir etməyə də, yəni yoxlayıb təmir etməyə. Gəldim, yoxladım, gördüm ki, motor yanıbdır. Biz getdik dükandan elektrik nasosu aldıq, elektrik su nasosu. Daha sonra gəldim, quraşdırdım. İndi mən bunu toka taxıb yoxlayacağım. Şimdi suyu bağlayıram. Hidrofonu yoxlamaq üçün. Dayandı. Yəni hidrofon su gəlməyəndə dayanmalıdır. Yəni xəttə su olmayanda hidrofon nasıl söndürməlidir. İndi mən açıram girişdəki kranı, su kranı. İndi çıxışı yoxlayıram. Çıxış dayandı. İndi yenə də suyu açıram. Hər şey qaydasındadır. İndi xəttin kranını açıram. Yəni hər şey qaydasındadır. Heç bir problem yoxdur. Burada indi rozetkasında da bunun problemi var. Yəni rozetkası da xərabdır. Yanıbdır. Yəni indi rozetkasını dəyişdirəcəm. Kanalımıza abunə olmağı unutmayın. Nə vaxt lazım oldu zəng edin.